Və düşən belə bir sehirli kvadrata aid son izahına baxaq. Sehirli kvadrat odur ki, həm sətir, həm diaqonal, həm də sütun üzrə ədədlərin cəmi bərabər olsun bir-birinə. Məsələn, bu bir nümunədir. İndi bizə deyir ki, 3 vur 3 ölçülü xanadır və burada 9 ədəd yerləşdirməliyik. 9 ədəd. Və deyir ki, bunların hər biri bir dəfə iştirak edə bilər. Aydındır ki, 9 faktorial sayda fərqli yerləşmə mövcuddur. Bu yerləşmələrin içərisində cədvəlin sətirlərinə yerləşdirilmiş ədədlərin cəmi bərabər olar. İndi baxırıq ki, ümumi ədədlərin cəmi 1-dən 9-a qədər nə qədərdir? 9 vurulsun 10 bölünsün 2 sayda, yəni 45-dir. Deməli, bunların hər birinin cəmi 15 olmalıdır. Məsələn, burada fərqli ədədlər yerləşdirək. A, B, C, D, Y, F, məsələn, K, C, H. Belə bir ədədlər yerləşdirdik. Bunların hər birinin cəmi 15 olmalıdır. Və burada da hər biri 3 müxtəlif qiymət alır. Deməli, həm də yer dəyişmələri olacaq. 3 faktorial burada, 3 faktorial burada, 3 faktorial da burada. Deməli, bunların hansını tapmalıyıq? Həm də bu sətirdəki ədədlər də öz aralarında yer dəyişə bilər deyib, bunu bir dəfə də 3 faktoriala vururuq. Yəni 3 faktorial, 4 dəfə 3 faktorial. 3 faktorialda nə deməkdir? 6 deməkdir. 6 üstü 4-dür. 6 üstü 4-də 2 üstü 4 vurulsun, 3 üstü 4 kimi yaza bilərik. Yəni Y variantı cavabımızdır.